Salam, hər vaxtınız xeyir. 2021-ci ilin 4-cü qrup model sualların izahlarına baxırıq. Sual nömrə 1. Maddə verilib manqan X, O, Y. Manqan X, O, Y birləşməsi verilib. Elementlərin kütləsi, manqanın kütləsi 33 qram verilib maddənin içərisində. Oksigenin də kütləsi verilib 33,6 qram. Təbii aşağısında elementlərin kütlələrini yazmalıyıq. Manqan 55, oksigen də 16. Maddənin kimya formunu tapmaq X və Y-i tapmaq deməkdir. Bu misallarda biz nə edirdik? Yəni aşağıda kütləni yazanda X-i Y-ə vurmurdıq. Yazırdıq X-in Y-ə nisbəti bərabərdir. Manqanın X manqan indeksi olduğuna görə manqanın kütləsini 33-ü 55-ə bölürdü. Nisbət 33,6 oksigeni də bölürdü ayrı 16-ya. Buradan kiçik rəqəmlərə qədər, tam rəqəmlərə qədər ixtisar aparırdıq. Yəni 33-ü bölməliyiz 55-ə. Bu edir 0,6 nisbət 33,6-nı da bölürük. Mən kənarda bölürəm, yəni səhvlər olmasın deyə. 16-ya. O da edir 2,1. Vergülləri hər ikisini atsaq olacaq 6-nın 21-ə nisbəti. 6-nın 21-ə nisbətində 3-yə ixtisar aparanda qalır 2-nin 7-yə. Yəni X-i tapdıq 2, Y-i tapdıq 7. Onda belə çıxır ki, manqan 2O7 axtardığımız maddənin formulu imiş. Yəni cavab D variantı olacaq. Nömrə 2. Maqnezium NO2-nin parçalanma tənliyi verilib. Maqnezium nitrat. Maqnezium nitrat parçalananda, orta qüvvətli metalların nitratları parçalananda mis və lityum da bura daxil idi. Metalın oksidi NO2 və O2 əmələ gəlirdi. Buradan yaranan bu maddələrdən biri X maddəsi, hər hansı biri bilmirik. Natrium hidroksidlə reaksiya daxil olub. Natrium hidroksid qələvidir. Qələvi maqnezium oksid əsası oksiddir, reaksiya getməz. Oksigenlə də qələvi reaksiya getmirsə, NO2 də turşu oksididir. Belə çıxır ki, o X maddəsi NO2 imiş ki, qələvi ilə reaksiya daxil olub. NO2-nin qələvilərlə reaksiya tənliyini bilirdi. Buradan iki müxtəlif duz əmələ gəlirdi. Həm natrium nitrat yaranırdı, həm də natrium nitrit yaranırdı. Bir də su. Su da orada var. Bizə deyir, Y vəziyyətin molekulundur. Demək, bunlardan biri Y-dir, biri də Z-dir. Bunların molekulunda atomların ümumi sayını tapın. Natrium NO2 atomları 5, yəni 1 natrium, 1 azot, 3 də oksigen. Burada isə atomlar 4 eləyəcək, cəmi olacaq 9. Yəni B variantı. Üçüncü suala baxaq. Nömrə 3. Birləşmə verilib alken. Alkenlərin formulu CnH2-dir. Molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən S orbitalları 14 ədəddir. S orbitalları ilə hidrogenlərin sayı deməkdir. Bu da bərabərdir 14-də. Belə çıxır ki, N bərabər 7 imiş. Deyir ki, sp3 hibrid orbitallarının sayını tapın. Fərz edin ki, düsturu yatan çıxartmışsınız. 7 dənə karbon çəkərik. 7 karbon. Alken deyirsə, ürəyiz istəyən yerə bir dənə 2 qat rabitə qoyun. Məsələn, mən 2 qatı ortaya qoydum. Siz də istədiyiniz yerə yaza bilərsiniz. sp3 hibrid orbitalların sayını soruşursa, 2 qat rabitəli karbonların sp2 halında olduğunu bilirik hamısı. Yəni, hər ikisi sp2 halındadır. Onda yerdə qalan karbonlar sp3 halındadır. Yəni, tək qatlar. Onlar da neçə eləyəcək? İkisi burada, üçü də sağda 5 vurulsun. sp3 hibridləşməni 4 buludu olurdusa, 5-i də 4-ə vuranda eləyəcək 20. Yəni, A variantı. Yox, məsələn, düsturla həll eləmək istəsəniz nə edərdi? sp3-lərin sayı n-2-yə bərabərdir. sp3 halındakı karbon atomlarının sayı. Amma hibrid orbitalların sayını tapanda onda 4-ə vurmalıyıq. Yenə də N 7 tapmışdıq. 2 çıxanda 5 qalacaq, 4-ə vuranda 20 eləyəcək.
Belə. Dördüncü suala baxırıq. Nömrə 4. Kalsiumin qatı nitrat turşusu reaksiya tənliyi verilib. Kalsium üstəgəlinsin qatı nitrat turşusu. Kalsium qüvvətli metaldır. Qüvvətli metallar qatı nitrat turşusunda əmələ gətirirdi. Duz, yəni kalsium nitrat, su və sonunda reduksiya məhsulu olaraq N2O əmələ gəlirdi. Tənlidir, əmsallaşdırın. Alınan maddələrin əmsalları cəmini tapın. Tənliyimiz nisbətən adi, ora 2 bura 3 yazmaqla düzələn tənliyi deyil deyə elektron balansından istifadə edirik. Kalsium 0-dan müsbət 2-yə gəlir. Bax, indeksindəki 2-yə görə. Həm də kalsium sabit 2 valentlidir. Bu eləyir 2 elektron. Azot müsbət 5-dən gəlib müsbət 1-ə. Müsbət 5-dən müsbət 1-ə qədər 4 elektron var. İndeksində də 2 olduğuna görə vurırıq, eləyir 8 elektron. 2 ilə 8 ixtisar gedir, qalır 1 və 4. Sonra yerlərini dəyişdiririk. 4 gəlir kalsium nitrata, 1 də gedir N2O-ya. Qalanlarını əmsallarını yazıb tapmaq lazımdır. Artıq şeyləri sildim. Deməli, birinci metallardan başlayır. Çünki metallar adətən çox az yerdə olur deyə onları düzəltmək daha asandır. 4 kalsium düzəldi. Azotların sayına baxırıq. 2 azot burada var. 8 azotda 4-ü 2-yə vuranda var. Eləyir 10. Buraya yazırıq 10. 10 hidrogen yarandısa su da olacaq 5. Və alınan maddələrin əmsalları cəmini soruşursa 4, 5, 1 hamısını toplayırıq, eləyir 10. Yəni C variantı. Nömrə 5. Qrafik verilib, şərtdə deyir ki, ammoniakın alınması reaksiyasında. Ona görə ammoniakın alınma tənliyi yazıram. N2 üstə gəlinsin H2, əmələ gəlir NH3. 2 mol, bu da 3 mol. Reaksiyasında hidrogen və ammoniakın tarazlı qatılıqlarının dəyişməsi qrafikinə əsasən X-i müəyyən edin. Baxırıq X-a. X ammoniakın 0,2-dən sonra əmələ gəldiyi miqdarıdır. Qatılıqdır daha doğrusu. Hidrogen isə bu zaman 0,45-dən 0,36-ya düşüb. Yəni hidrogenin başlanğıcı 0,45 idi. 0,36-ya düşmək o deməkdir ki, hidrogendən 0,9 mol bölünsün litr qatılığı reaksiya daxil olub. Həmin o 0,9 yazıram hidrogen üzərindən. 0,9 reaksiya girən miqdarı isə 3 moldur. Tapıram nə qədər ammoniak əmələ gələcək? X mol, aşağıda da əmsalı 2 moldur. Tənasib qurduq. X-in əmələ gəldiyi qiyməti, bunlar getsə ixtisar qalacaq %3, 2-yə də vuranda olacaq 0,6 NH3 əmələ gəldi. Yəni 0,9 hidrogen reaksiya daxil olanda. Ammoniakın da qrafikdəki miqdarı 0,2 var idi. 0,6 da gəldiyinə görə, əmələ gəldiyinə görə olacaq 0,26 X-in qiyməti. Yəni X 0,2-dən 0,26-ya, yəni 0,6 vahid mol artacaq qatılığı. O da eləcə 0,26, yəni Y variantı. 6-cı misala baxaq. Nömrə 6. 80 qram məhlulda. Məhlulun kütləsi bərabər 80 qram imiş. Həll olan duzun kütləsini 4 dəfə artıranda duzun kütlə payı 2,5 dəfə artdı. Burada 80 qram məhlulu var, amma kütlə payı göstərilməyib. Ona görə biz bu məhlulu 80 qram X faizli məhlul qəbul eləyək və tapaq görə burada həll olan maddə nə qədərdir? Ki, onu artırıblar sonra. 80 X faiz eləyir 0,8 X. Bu göstərir həll olanı. Həll olanımız 0,8 X idi. Deyir ki, duzun kütləsi, yəni həll olan maddənin kütləsini 4 dəfə artırdılar. Yəni vurduq 4-ə. Olacaq 3,2 X. Demək, həll olan maddənin 0,8 X-dən 3,2 X-ə gəlib çatması üçün nə qədər artmalıdır bu? 3,2 X-dən çıxıram 0,8 X-i eləyir 2,4 X.
Deməli, bu 80 qram məhlul kifarimiz əvvəldən. Bura nə əlavə ediblər? 2,4x maddə əlavə ediblər. Bax, bunu da burada belə göstərdim. Və nəticədə həll olan maddənin kütləsi 4 dəfə artıb 3,2x edib. Və deyir, bu zaman duzun kütlə payı 2,5 dəfə artdı. Yəni, əvvəl x faizli məhlul idi. Bax, burada göstərmişdim. İndi 2,5 dəfə artdısı oldu nə qədər? 2,5x. Və bütün bunları gətirib üstürə yazırıq. Həll olanımız var idi. 0,8x artırırlar, oldu 3,2x. Yazıram yuxarıdan 3,2x. Bölünsün. Məhlulumuz 80 qram var idi. 2,4x-də həll olan maddə əlavə edilir. Həll olan maddə məhlulun da kütləsini artırır. Üstə gəlinsin 2,4x vurulsun 100%-ə bərabər olub 2,5 dəfə artıb. Yəni x idi, oldu 2,5x. Belə bir təminli yarandı. Qaldı buradan x-i tapmaq. Gəlin bunu belə yazaq. Vurulsun 100 bərabər 2,5x-i buradan silirəm. Ümumiyyətlə, siz də bunu belə rahat yaza bilərsiniz. Bərabər yazaq. 100-də 2,5x kimi. Və buradan görsənir ki, bu x-la bu x ixtisar getdi. Yerdə qaldı qalanlar. Demək, 2,5-dən 100 ixtisar aparsam qalır 1 bölünsün 40. 40-ı vururuq 3,2-yə. Bax, bir yazım. 40 vurulsun 3,2 bərabərdir 80 üstə gəlinsin 2,4x. Onda buradan olacaq 2,4x bərabərdir. 40-ı vursam 3,2-yə. Kənarda bıraq dəqiq olsun. Deməli, 40-ı vurduq 3,2-yə. Oldu 128. Çıxacam buradan 80-i. 128-dən 80 çıxanda qalar 48. Onda x də bərabər olacaq 20-yə. Deməli, əvvəlcədən məhlulda kütlə payı neçə faiz imiş? 20% imiş. Bizdən də ilkin məhlulda duzun kütlə payını soruşur. Cavab olur onda B variantı. Yeddinci misala baxaq. Nömrə 7. Ozon və oksigendən ibarət qarışığın 10 litrini. Ozon və oksigendən ibarət qarışıq 10 litr imiş. Onda birinə deyirəm x litr, birinə deyirəm y litr. Amma cəmi 10-dur. Artıq miqdarda gümüş üzərindən keçirtdilər. Bilirdik ki, ozon gümüşlə reaksiya daxil olur, amma oksigen gümüşlə reaksiya daxil olmur. Ozonun da gümüşlə reaksiya daxil olması parçalanaraq atomar oksigen əmələ gətirməsi ilə bağlı idi. Alınır argentim 2O və oksigen. Bura bir 2 yazsam tənni bərabərləşir. Doğru. Təsir etdikdə bərk nümunənin kütləsi 4 qram artdı. Bərk nümunənin kütləsi 4 qram artdı nə deməkdir? Bərk nümunə gümüş idi. Başqa rəngdə göstərim bunu. Bərk nümunə gümüş idi. Həmin o bərk nümunə 2 mol gümüş çevrildi, oldu argentim 2O. Gümüşlərin sayı olduğu kimi qalıb. 2 gümüş, burada da 2 gümüş var. Amma əlavə burada oksigen var. Deməli, kütləni artıran oksigendir. Oksigen də buradakı hal-hazırdakı nisbi atom kütləsi 16-dır. Yəni, tənliyimizə görə argentimin, yəni bərk nümunənin kütləsi 16 qram artır reaksiyamızın tənliyinə görə. Gümüşün oksigenə birləşməsi sayəsində. Tapdıq demək 16 qram artım var. Amma şərtdə deyir ki, 4 qram artıb. 4 qram artıb. Sərf olan azon. Baxın, deyir ki, ozon tam sərf olunursa. Onda belə çıxır ki, 16 qram artımda, bax, aşağıda məxrədən göstərirəm, ozon 22,4 daxil olubsa, 16 qram artımda 22,4 daxil olubsa, 4 qram artımda nə qədər daxil olacaq? Üstə yazdırmışdım orada x litr. İxtisara qədər burada qalar 4. X də bərabər 22,4-ü 4-ə böləndə olacaq 5,6 litr. Deməli, ozon 5,6 litr imiş və hamısı tam reaksiya daxil olub.
Deyir, ilkin qaz qarışığında onun həcm payını tapın, yəni ozonun. Nə etməliyik? 5,6-nı bölməliyik. İlkin qarışığımız da burada 10 verilmişdi. Bir dəqiqə ara getdi bu, 10. Bölünsün 10 vurulsun 100, onda bu eləyəcək neçə faiz? 56%. Yəni cavab oldu, biraz balacalaşdı bu. 56% harada var? D variantında var. Nömrə 8. Natrium hidroksid və karbon qazı hansı mol nisbətində reaksiya daxil olduqda 2 duz alınar? Yazaq reaksiyanı. Demək, natrium hidroksid üstə gəlinsin karbon qazı. Buradan natrium hidroksiddən karbon qazı natrium karbonat verə bilər. Doğru. Natrium hidrokarbonat tuş duz da verə bilər. Doğru və su alınacaq. Tənlim sallaşdırsaq, işlər qaydasına düşəcək. Deməli, natriumlar sağda 2, bu da 1, 3 mol natrium atomu varsa, bura bir 3 yazarıq. Karbon qazı, daha doğrusu, karbonun biri burada var, biri də burada varsa, 2 eləyərsə, bura bir 2 yazarıq. Hidrogenlərin sayı nə qədər oldu? 3 hidrogen var burada, biri buradadır, 2 də suda, bu da 3 eləyəcək, doğrudur. Oksigenlərin sayı 4, 3'ü burada var. Bir dəqiqə, 4 yox. 3'ü də burada var, bəli. 7, 3, 3, 6, bir də burada varsa 7. Demək, tənni bərabərləşdi. İndi hansı nisbətdə reaksiya girəndə 2 mol, 2 müxtəlif duz əmələ gətirdi? 3'ün 2-yə nisbətində. Cavab eləyəcək Y variantı. Nömrə 9. Deməli, qrafikdə göstərilir ki, CH4 azalıb mol miqdarı, amma CH6 artıb, hidrogen də azalıb. Onda belə ki, bu reaksiya C2H4-ün hidrogenlə reaksiyasıymış. Yazırıq reaksiyanı. C2H4 üstə gəlinsin hidrogen, əmələ gəlir C2H6. CH4-ün başlanğıcı 16 idi. CH4 başlanğıcda 16 idi. Başlanğıc qatılıb, hətta miqdarı bir şey olmaz. 16 yazdıq. C2H6 əvvəl başlanğıcdan 0 idi. Yaranıb nə qədərsə onu bilmirik. Hidrogenlə amma CH6 eyni xətt üzərindədirlər. Və deyir ki, T1 anında fikir verirsinizsə, T1 anında hidrogenin reaksiya girən miqdarı 4-dür. Demək, hidrogen 4 mol reaksiya daxil olub. 4 yazırıq. Etanın həcm payını tapın. Onda tapmalı ki, etan nə qədər əmələ gələcək? Hidrogenin 1 molundan 1 mol etan əmələ gəlirsə elə 4 molundan da 4 mol etan əmələ gələcək. Etanın yaranmasına da müəyyən qədər etilen sərf olacaq. O da nə qədər sərf olar elə? 1 mol hidrogenə 1 mol etilen sərf olursa 4 mola da elə 4 mol sərf olar. Və qaz qarışığı əmələ gələcək. Hansı qaz qarışığı? Tapaq indi onu. Demək, CH4 başlanğıcı da 16 idi. 16'nın 4 mol reaksiya daxil olacaqsa, qalan CH4 nə qədər eləyəcək? 16 çıxılsın 4, yəni 12. Sonra əmələ gələn CH6 nə qədərdir? 4'dür. Əmələ gələn CH6 bərabər oldu 4'ə. Bir də fikir verin buradan hidrogenə. Hidrogen başlanğıcda qrafika görə 4 ortadadırsa başlanğıcı bunun 8 imiş. 8'in 4'ü gedəndə 4'ü də qalır. 4 mol reaksiya girirsə 4 mol da qalır. Deməli, qalan 12 etilenlə bərabər 4'də hidrogen var imiş. Qalan qarışıq olur onda 16. Əmələ gələn etan olur 4. Ümumi qarışıq bunların cəmi olacaq. 16 plus 4 oldu 20. Və deyir, bu qarışıqda etanın həcm payını tapın. Etanı 4 tapmışdıq. Onda yazarım 4 bölünsün 20 vurulsun 100. Həcm payı tapmaq üçün olacaq 5'də 1, yəni 20%. O deyəcək Y variantı. 10-cu suala baxaq. Nömrə 10. Alkin verilib.
Alkin, yəni CnH2-2. Yazıb aşağıda natriumla reaksiya daxil olmur. O deməkdir ki, alkindəki 3 qat rabitə zəncirin ucunda deyil. Bunu yadda saxlayaq. Molekulunda var bir ədəd dörtlü karbon. Bax, yuxarıdan göstərir. Bir ədəd dörtlü karbon. Qırmızı ilə yaxşı görsənsin. Dörtlü karbon nəyə deyilirdi? Bir karbona 4 karbon birləşirdi. Bir karbona 4 karbon birləşdirdik. Bir dənə geri qaydırıq. Natriumla reaksiya daxil olmur. O demək idi ki, 3 qat rabitəsi zəncirin ortasında olmalıdır. Bax, ortaya bir dənə 3 qat rabitə qoydum. Bunun davamı gələcək amma. Çünki davamı gəlməsə H olacaq yanında. O da natriumla reaksiya daxil olacaq. Amma davamı olmalıdır ki, H olmasın yanında. 2 ədəd ikili karbon atomu var. Bu karbon ikilidir. Bunun da ikili olması üçün bura bir dənə C yazıram. Nöqtə qoyduğum karbonlar oldu, ikili karbonlar. Çeviriyə aldım oldu dörtlü karbon. Və deyir, 4 ədəd də birli karbon var. Birli karbonlar da hansılardır? Məsələn, bu birli karbondur. Birli karbon. Bu da birli karbondur. Ən axırda qalan karbon da birli karbondur. Üçlü karbon da yoxdur. Şəklimizdə də üçlü karbon yoxdur. Yəni, formulumuz düzəldi. Bizə deyir ki, bunu adlandırın. Lazımsız şeylər təzədən silək. Adlandırmaq üçün nə etməliyik? Hidrogenlərin yığaq yanına H3, yəni karbonun yanına H3, H3, bu da oldu H3. Uzun zəncir, yəqin ki, bu olacaq. Uzun zəncir. Bunlar da oldu metil radikalları. Nömrələnmə 3 qat rabitənin yaxın tərəfindən başlanırsa sağdan başladıq. Olacaq 4 dimetil 5 pentindir. 4 dimetil 5 karbon saxlayan alkin pentin 3 qat rabitənin başlandığı yer haradır? 3 qat rabitənin başlandığı yer bax bu ikinci karbondur. Olur pentin 2. Yəni 4 dimetil pentin 2 harada var? DES variantında var. Belə 11-ci misala da baxaq. Nömrə 11. Kalsium 3N2 su ilə reaksiya daxil olub. Kalsium 3N2. Kalsium qüvvətli metal olduğuna görə suyu HOH yazmaq çox asanlıqlaşdırır işi. Çünki kalsium suyun OH-na birləşəndən sonra N-lə də H bir-birinə birləşib əmələ gətirir NH3. İndi o əmələ gələn maddəni X-lə göstəriblər. Variantlarımızda da X-in aşağısında kalsium hidroksid yoxdur. Yəni X maddəsi NH3-dür, belə çıxır ki. X-i tapdıq. Sonra həmin X maddəsinin oksigenlə temperaturda reaksiya aparıblar. Oksigenlə amoniakın temperaturda reaksiyasından azot və su əmələ gəlirdi. Suyu çıxarıblar, sonra da belə çıxır ki, Y oldu azot. Deməli, nə tapdıq buradan biz? X-in NH3, Y-in azot olduğunu tapmışıqsa, variantlara baxsaq, elə cavab A variantı eləyir. Çünki başqasında NH3-ün qarşısında azot olan variant yoxdur. Yenə tam dəqiqləşdirmək istəyirsə, N2 ilə də axırda oksigeni 2000 dərəcədə elektrik qövsü və ya da şimşək çaxanda olan reaksiyadırsa 2 mol NO yaranırdı buradan. Yenə A variantı şərtimizi ödədi. Cavab olur A variantı. 12-ci misala baxaq. Nömrə 12. Gümüş qatı nitratla reaksiya daxil olub X qazı, yəni reduksiya məhsulu yaradıb. Maqnezium və qatıda Y verib. X və Y maddələr üçün doğru ifadələri müəyyən edin. Mən tənli yazmayaq. Çünki gümüş pasiv metal. Pasiv metallar qızıl platin çıxardı təbii ki. Qatı nitratla reaksiya daxil olanda yaratdıqları X maddəsi NO2-dir. Qatı nitratla. Maqnezium orta qüvvətli metaldır. Orta qüvvətli metallar qatıda əmələ gətirir NO. Demək, X NO2, Y də NO-dur. X və Y maddələr üçün doğru ifadələri müəyyən edin. X və Y. Şimşək çaxanda yaranan maddə NO idi. Deməli, 1 bura düşəcək. Duz əmələ gətirən oksid, məsələn, NO2-yə düşəcək. Çünki o turşu oksid idi, amma NO duz əmələ gətirməyəndir. Adi şəraitdə oksigenlə reaksiya daxil olan NO idi. NO-nu oksigenlə bir qabda saxlamaq olmaz. Çünki o saat
Oksigenlə reaksiya edib NO2-ə çevrilirdi. Qonur rəngli qazdakı NO2-dir, onu da bilirdik. Cavab olacaq onda X-a aid 2, 4, Y-ə aid 1, 3, yəni A variantı. 13-cü misalın da çox asan, sadə yolu var. Biz bunu halogenlər mövzusunda da nəzərə alaraq izah eləmişdik. Kanalda da var, istəsəz baxa bilərsiniz. Xlorun alınması reaksiyasında belə bir şey danışmışdıq. Xloru almaq üçün istifadə edilən maddənin tərkibində neçə duz var, daha doğrusu neçə metal varsa, o metalların üzərinə 2 gələndə məhsulların sayını tapmaq olar. Demək, burada 4 məhsul yaranacaq, çünki 2 dənə metal var. Manqan O2-nin də üzərinə H-xlor əlavə edəndə, burada 1 metal varsa, 1-in üzərinə 2 əlavə edəcək, bu da olacaq 3. Yəni, bunların cəmi soruşusu eləyəcək 7. Müsbət yazım qarşısına, sonra problem olmazsan, bir dəqiq onu da silim. Toplayanda eləyəcək 7, ikisi birlikdə. Cavab olacaq B variantı. İndi o 2 plus 2-nin 1 üstə gəlir 2-nin hardan gəldiyini izah edeyim. Bir dəfə izah eləmişik, bir dəfə də izah edərik. Deməli, xlorun alınma reaksiyasında bu metallar növbə ilə xlora birləşirlər. Eləyir birinci kalium xlorid, sonra manqan da xlora birləşir. Bu manqan xlor 2, sonra hidrogen oksigenlə birləşir. H2O, ən axırda bu xlor qalır. Bu metalların sayından 2 dənə duz əmələ gəldi. O 2, bax bu 2 idi. Üzərinə gəldiyimiz 2 isə su və xlorun ifadə edirdi. 2. Cəmi eləyəcəkdir 4. Eyni reaksiya ikinci reaksiya üçün aiddir. Məncə onu özünüz də yaza bilərsiniz. 14-cü misala baxaq. Nömrə 14. Demək, SO2 və SO3 verilir. Bunlar üçün uyğun olan ifadələri, uyğunluğu tapmalıyıq. Birdə yazıb ki, sulfidlərin yanmasından alınır. Sulfidlərdən məsələn tutaq ki, sink S-i yandırsaq. Sink O və SO2 əmələ gəlir, görürsünüz. Demək, sulfidlərin yanmasından SO2 əmələ gələcək. Yəni, biri aid olacaq elə 1. Sulfat turşusu anhidrididir. Sulfat turşusunun formulu H2SO4. Anhidrid buradan suyu çıxırdıq. Nə qalır deyirdi su çıxandan sonra? SO3. SO3 sulfat turşusu anhidridi doğrudur. Deməli 2 SO3 aid olacaq. Sulfat turşusu ilə oleumu yaradan da SO3'dür. Çünki sulfat turşusu ilə oleumun yaranması tənliyin belə göstərmişdik. NSO3. Sulfat turşusunu SO3 birlikdə oleum yaradırlar. Doğrudur. Onda 3 SO3 aid olacaq. Qazdır. SO3 maye, amma SO2 kəskin ilə qaz idi. Demək 4 SO2-yə aiddir. Turşu oksidi isə həm SO2, həm də SO3 turşu oksidləri. Demək, hər ikisinə aid olacaq 5. Cavab olacaq 1, 4, 5, 2, 3. 1, 4, 5, 2, 3, yəni D variantı. Növbəti misal 15. 15-də gübrələrlə bağlı məsələdir, tapşırıq daha doğrusu. Deməli, X, Y, Z gübrələrində elementləri göstərirlər. Fosfor, azot, kalium hansında var, hansında yoxdur. Məsələn, X-in içində ancaq kalium var. Başqa qida elementi yoxdur. Azot da yoxdur, fosfor da yoxdur. Nömrə 15. Gübrələrdən var idi kalium xlorid, silvin. Ancaq kalium saxlayır. Deməli, X silvindir. Silvin, bax, bu hissələrdə var. A-la C-də. Y-də fosfor da var, azot da var. Fosfor və azotdan yaranan gübrələrdə, məsələn, NH4, H2PO4. Bunlara ammofos deyildik. Ya da ki, NH4, 2HPO4. Bu monoammofos, bu isə diammofos idi. Ammonimların sayına görə. Demək, azot və fosfor saxlayan ammofoslardırsa, elə cavabı qalacaq onda burada C variantı. Çünki burada ammofos yoxdur. Z-ə də baxaq. Azot və kalium saxlayır tərkibində. Azot və kalium saxlayan gübrə kalium NO3 olar. Bu da olur kalium şorası. Elə bax, C variantda kalium şorası var idi. Bu da 15-in cavabı. 16-cı misala baxaq. Deməli, nömrə 16. X-in məhluluna Y əlavə edəndə natrium hidrokarbonat alınıb. Natrium hidrokarbonata Z əlavə edəndə X əmələ gəlib.
Bu təbii ki, hidrokarbonatlarla karbonatların bir-birinə çevrilməsi reaksiyasıdır. Məsələn, yenə deyirəm, bu karbonat yazaq daha doğrusu, karbonat. Bu da karbon və onun birləşmələri mövzusunda var idi. İstərsəniz yenə kanaldan baxa bilərsiniz. Karbonatların üzərinə su və karbon qazı ilə təsir etdikdə əmələ gəlirdi hidrokarbonat. Amma hidrokarbonatların üzərinə qələvi ilə təsir edəndə, məsələn, burada natrium hidrokarbonatsa öz qələvisi ilə təsir etsək, belə yazalım da bunu, natrium hidroksid ilə təsir etsək, karbonata çevrilir. Məsələn, nümunə bir dənə misal deyirəm. Natrium 2CO3, natrium karbonatdır. Üzərinə su və karbon qazı, yəni karbonat turşusu əlavə edəsək, əmələ gələcək natrium hidrokarbonat. Turş duz. Həmin o natrium hidrokarbonat turş duzun da üzərinə öz qələvisi ilə təsir eləsəm, yəni natrium hidroksid ilə də eyni metallar olsun ki, başlanğıc duz alınsın. Bu da eləyir natrium karbonat və su. Onda belə çıxır ki, X maddəsi natrium karbonat olar. X natrium karbonatdırsa, A və C variantı. Natrium karbonata su və karbon qazı ilə təsir edəndə, bax, karbon qazı bu da burada var. Əmələ gələcək hidrokarbonat. Hidrokarbonata da Z maddəsi, yəni qələvi ilə təsir edəndə olacaq karbonat. Yəni C variantı şərtimizi ödəyəcək. 17-ci sual. Deməli, X, Y, Z verilib. Maddələrinin müəyyən edin. Əslində bu məsələnin tərtibatında biraz yox, böyük səhvə yol vermişəm. Burada mol yox, nə yazılmalıymış? Metal yazılmalıymış. Mən indi gördüm, metal. X, Y, Z metal. Çünki aşağıda da metalları göstəriblər. X, Y, Z metallarından X qatı nitratla 20 dərəcədə, yəni adi şəraitdə reaksiya gedir. Deyirsə, bu dəmir ola bilməz. Çünki dəmir adi şəraitdə getmirdi reaksiyaya. Sonra duru sulfatla da gedir həmin o metal. Sink, mis olmaz. Çünki mis duru sulfatla getməz. H-xlorla da gedir. Demək, bu cavab ilə qalacaq sink metalı. Yəni A ilə D variantı. Y isə ancaq nə ilə reaksiya gedir? Qatı nitratla 20 dərəcədə. Dəmir yenə də qatı nitratla 20 dərəcədə getməzsə, burada qalır mis. Mis bəli, nitratla gedir, amma duru sulfatla H-xlorla getmir. D variantı bir dəmirimiz qaldı. Dəmir hidrogendən əvvəlki metaldır deyə duru sulfatla da H-xlorla da gedir, amma 20 dərəcədə dedik ki, nitratla getmək, cavab olar D variantı. Nömrə 18. Nömrə 18-də butanol 1 verilib. 4 dənə karbon yazıram. 1, 2, 3, 4 karbon. Butanol 1, yəni bax birinciyə bir OH birləşdirdim. Bu olacaq CH2, CH2, H2, bu da oldu H3. 140 dərəcədən böyük temperaturda qızdıranda alkenləri, daha doğrusu üzr istəyirəm, spirtləri. Doymuş bir atomlu spirtləri 140 dərəcədən yuxarı temperaturda qızdıranda alken əmələ gəlirdi. OH neçənci karbona birləşibsə, həmin adda alken yaranırdı. Yəni, butanol 1-dirsə, buten 1 əmələ gələcək. Bu oldu buten 1, CH2, CH, CH2, CH3. Bu X maddəsidir, buten 1. Təzədən həm X maddəsinə 1 molda su əlavə ediblər. Yazırım üstəcə, suyu da HOH ilə göstərirəm. Burada Markovnikov qaydasına görə H gəlib çoxa birləşməlidir. OH gəlib aza birləşməlidir. Onda buradan yaranacaq butanol 2. Yəni OH ikinci karbonda qalacaq. O deyəcək butanol 2 C variantı. OH-ın yaxın olduğu tərəfdən nömrələyirik. Butanol 4-dür, OH 2-yə birləşib. Belə. 19-cu misala da baxaq. Nömrə 19. Nömrə 19-da bu çubuqlardan və atom modelləri, belə deyil, atom modellərini külə və çubuqlardan göstəriblər. Qara nöqtələr karbonu göstərir. 3 karbonumuz var. 1, 2, bu da 3
və ətrafında hidrogenlər var. 3 hidrogen, 2 və 3. Bu bildiyimiz propandır. C3H8-dir. Birləşməni hansı maddənin natrium ilə reaksiyasından almaq olar? Natriumla reaksiya Würz reaksiyası idi. Baxırıq ki, bu maddə simmetrik quruluşlu deyil. Ona görə bir dənə metil götürürük bir tərəfindən. Bir tərəfindən də etil götürürük. Yəni, radikalımızın biri olur metil, məsələn, xlorid. Digəri də olur etil CH5 xlorid. Və biz bunu natriumla reaksiya aparsaq, nə baş verir? Xlorlar natriumla birləşir. Qalan bu CH2-2-yə vururdıq, edirdi C2H6. Qalan CH5-i 2-yə vururdıq, olurdu C4H10. Bir də bunlar CH3-dən CH5 bir-birinə birləşirdi. Onu da belə göstərim. CH3 və CH5-lər bir-birinə birləşəndə əmələ gəlirdi C3H8, yəni propan. Və demək, biz propan almaq üçün metil xlorid və etil xloriddən istifadə etdiysə, cavab olacaq 1 və 3, yəni B variantı. Nömrə 20. Metanı 1500 dərəcədə parçalayanda əmələ gəlir C2H2. CH2 kalium permanganatlı suyu rəngsizləşdirəndə oksalat turşusu alınırdı. COOH, COOH, əsaslı turşu. Y maddəsi nədir? Oksalat turşusudur. Bu çox sadə oldu, D variantı. Onda 21-ə baxaq. İzopropil asetat üçün hansı ifadə doğru deyil? İzopropil spirt tərəfdir, asetat turşu tərəfdir. Asetat turşusunun qalığını yazaram. CH3CO, bir də bura izopropil birləşdirərəm. Yəni CH, aşağıda bir CH3, sağında da bir CH3. Oldu izopropil asetat. Məsələn, bu hissə izopropil, bu tərəfdəki hissə isə asetat turşusundan qalan hissə. Belə düzəltdiyi formulu. İndi nə deyirsə onları araşdıraq. Nə doğrudur? Molekulunda 3 metil qrupu var. Metilin biri burada var, görürük. 1 metil də burada var. 1 metil də burada aşağıdadır. Demək, 3 metilimiz var imiş. 1 doğru. Biz doğru deyil axtarırıq. A deyil. Molekulunda 13 polyar kovalent rabitə var. Polyar kovalent müxtəlif atomların arasında, müxtəlif qeyri-metal atomları arasında idisə, sayaq. Bu polyar kovalent deyən kimi ən birinci ağlımıza gələn hidrogenlərin sayıdır. 3, 3, 3, bir də burada var. Elədir 10, üstə gəlinsin. Başqa polyar kovalentdə karbonla oksigen arasında biri burada var, biri burada, biri də burada. 3, ikisi də burada 2 qat rabitə var. Oldu 5. Toplasam neçə eləyəcək bunlar? 15. Biz amma deyir 13 polyar kovalent var. Demək, bu səhv imiş. Cavab B olacaq, amma digərlərinə baxaq. Bəlkə burada ola bilsin, yenə texniki səhv-sat varsa düzəldək. Pentan turşusu ilə izomerdir. Pentan turşusu C5H10O2. 5 karbonu var. Mürəkkəb efirlər doymuş bir əsaslı karbon turşularına izomerdir. Karbonların sayı bərabər olsun. Demək, saya karbonların sayını. 1 karbon, 2 karbon, 3 karbon, 4 karbon, 5 karbon. Demək, doğruymuş C variantı. Natrium OH da natrium asetat əmələ gətirir. Yazıram o reaksiyanı, baxın. Bu hissələri sildim. Natrium asetat. Deməli, biz danışmışdıq ki, mürəkkəb efirləri qələvilərlə reaksiya aparanda turşunun duzu əmələ gəlir. Məsələn, ən sadə halda belə yazıram. CH3, CO-nu yazdım yanında, yuxarıdakı O-nu. Bir O-su da var idi. Natrium da gəldi, birləşdi, oldu natrium asetat. Və spirtin də özü əmələ gəlirdi. CH3, CH, CH3, bu da qalır OH. Demək, natrium asetat əmələ gəlirmiş. Bu da doğruymuş. Molekulunda 4 birli karbon atom var deyir. Gəlin, baxa görə 4 birli karbon var, yoxsa yoxdur. Birli karbon nə idi? Bir karbona birləşən karbon. O hansıdır? Bax, metil birli karbondur, doğrudur. Bu metil də birli karbon, doğrudur. Bu metil də birli karbondur, doğrudur.
Baxın, bu da birli karbondur. Zəncirin ortasında olmasına baxmayaraq, yuxarıdan və sağdan oksigenə birləşib. Karbona birləşməyib. Bu çevriyə aldığım hamısı birli karbondur. Amma bu düz bucaqlı mı deyil, nə deyil? Bunun içində göstərdiyim karbon ikili karbon. Çünki burada sağdan və aşağıdan iki karbona birləşib. Bu da düz imiş. Demək, doğru olmayan cavab olacaq B variantı. 22-ci misala baxaq. Nömrə 22. Nömrə 22. Glisin və alanindən əmələ gətirdiyi heksapeptidin nisbi molekul kütləsi 416-dır. Heksapeptid molekulunda glisin və alaninin qalıqlarının say nisbətini tapın. Gəlin glisinə bir Q hərfi yazaq və alaninlə reaksiyasını düzəldək. Nə əmələ gəlibdir burada? Heksapeptid. Yazalım buradan heksapeptid. Və üstə gəlirsin. Heksa 6 deməkdirsə, daha doğrusu demək, buradan 5 mol su yaranmalıdır. Bizə heksapeptiddəki glisin və alanin sayını tap deyirsə, mən də birinə X deyirəm bu moluna, birinə Y deyirəm. Amma heksapeptid olduğuna görə həmin o X ilə Y-in cəmi 6 eləməlidir. Bunu yadda saxlayaq. Əmələ gələn heksapeptidin nisbi molekul kütləsi 416-dırsa, yazıram, bax, buradan yenə 416. Maddə kütləsinin saxlanma qanunundan istifadə edirəm. 5/18. Glisin nisbi molekul kütləsi 75 olacaq. 75x. Alanin də veriblər 89. Y-də əmsalı. Topladım, bərabərləşdirdim sağa. Deməli, ifadəmiz olacaq belə. 75x plus 89y bərabərdir. 416 ilə 90-ın cəmi. Səhv etməmək üçün, yəni kənarda hesablayım. Bizim ən çox səhvimiz rəqəmlərdə çox baş verir. 416 üstə gəlinsin 90. 5/18 yəni 90. Bu derəcə 506. Deməli, 75x-dən 89y-in cəmi 506-dır və yuxarıda yazdırmışdıq ki, x-dən y-in cəmi 6-dır. Yazıram x plus y, bu da bərabər 6-ya. Və sistem tənliyi həll etmək üçün aşağıdakı tənliyi 75-ə vururam ki, x-lar getsin, 75. Burada yazdım 75. 75-i də burada vurdum 6-ya. Və belə sistem tənliyi qurduq. Yuxarıdan aşağını çıxarda böyük, müsbət qiymət qalsın. Bunlar çıxsam getdi. 89y-dən 75y çıxanda qalır 14y bərabərdir. 506-dan çıxmalıyam, 75 vur 6-nı. Demək, 75 vurdum 6-ya. 450 eləyəcək. Onda buradan 14y bərabərdir. 506-dan 450 çıxanda qalacaq 56. Y olacaq 4. Və x-dən y-in cəminə 6 tapı vermişdi əvvəldən. Bax, burada göstərirəm. X-dən y 6 idisə, y-i 4 tapmışam. Sonra x də bərabər 2 eləyəcək. Bunları mol nisbətini tapın. Glisinlə alaninin. Glisini x-dən göstərmişdim. Baxın, glisin tapdım 2, alanin tapdım 4. Nisbətdə olacaq 1-in 2-yə nisbəti. Yəni, Y variantı. Növbəti misala baxaq. Deməli, 23-cü misal. Nömrə 23. Lafsan verilib. Lafsan çox rast gələn, artıq bizim sevimli molekul birləşməmizə çevrilib. Lafsan hər testdə demək ki, rast gəlir. Tereftal turşusu və etilin glikoldan yaranırdı. O, burada da var idi CH2, CH2, O, kənarında da bir N. Bu oldu lafsan. Bizə deyir ki, lafsanda molekulunda karbon atomlarının hibrid orbitalları 16.600-dür. Karbonun ümumi hibrid orbitalları. Karbonu bu nöqtə qoyduğum karbonların hamısı bilirik ki, sp2 hibridləşmə halındadır. Yəni 8 dənə karbon sp2 halındadırsa, sp2-nin də 3 hibrid buludu varsa, 8-i vururam 3-ə plus. Bu karbonlar isə nə haldadır? sp3. Bizə deyir ki, onsuz da ümumi hibriddə hamısını sayırıq. Demək, 2 dənə karbonumuz da burada sp3 halındadır. sp3 hibridləşmənin 4 buludu varsa, 2-nə vurduq 4 eldir, 8.
Demək 8 vurdum 3 oldu 24. Üstünə gəldim 2 vur 4'ü yazıram bax belə. Və bunun da nəyi var indeksində? Eni var. Hamısı eləməlidir 1600. 24 bu da 8 neçə eləyər? 8 24 o da 8 24 8 32. 32 bərabərdir 1600. Onda n də bərabər olacaq 50-yə. 50 tapdıq. Bizə deyir ki, sp3 hibrid orbitallarının sayını tapın. sp3 hibrid orbitalları yazmışdım. 2 vurulsun 4 idi. Yəni 8 idi. 8 də vuracaq həmin o n-ə, indeksindəki n-ə. Bu da eləcək 400. Açıq testi cavab olacaq 400. 24-cü misala baxırıq. Nömrə 24. 24-cü misalda bunu sinifdə həll etmişdik abituriyentlərimizlə. Nə var idi? Burada 2,24 yox, 22,4 olmalıymış. Demək, deyir, natrium xlordan suda məhlulun 200 qramını elektroliz etdikdə. Natrium xloridin suda məhlulunun 200 qramını elektroliz edəndə. Natrium varsa katodda H2 alınacaq. Qüvvəti metoduna görə. Xlor varsa da xlorun özü alınacaq. Yerdə qalacaq natrium hidroksid. Xlor 2 varsa bura bir 2 yazdıq. Natrium varsa 2 yazdıq. Suya da 2 yazırıq, tənliyi bərabərləşir. Natrium xloridin suda məhlulu hamısı bax birlikdə bunlar 200 qram imiş. Deyir ki, elektroliz edəndə 22,4 litr xlor 2 ayrıldığı anda. 22,4 litr xlor 2 1 mol deməkdir. Ayrıldığı anda 1 mol deməkdir. Məhlulun kütləsini hesablayın. Məhlulun kütləsini hesablayan o deməkdir ki, yəqin tanış gəlir bu mövzular sizə. Elektroliz prosesində katodda və anodda nə alınırsa, onlar məhluldan ayrılır, gedir. Ona görə məhlulun kütləsi azalır. Ola bilsin, sağ tərəfdə məhsul, çöküntü də alınarsa, 3-cü məhsul, o da həmin o kütlə məhlulun kütləsini azaldacaq. Biz təxminləyək ki, 1 mol xlor alınanda, yəni 22,4 litr xlor alınanda kütlə nə qədər azalacaq? Kütləyə keçirik, onda belə çıxır ki, qramla hesablayaq bunu. Xlor 1 molu xlor eləyir elə 73 qram. Çünki 73 yox, 35,5, 71 eləyir. Deməli, 1 mol xlor 71-dir emeri. Elə burada 71 yazdım. İndi 1 mol xlorun əmələ gəlməsindən görəsən nə qədər hidrogen ayrılıb gedəcək qabdan. Həmin o ayrılıb gedən hidrogenlə 2 yazıram, bax bura. Burada yazıram, məsələn, bir x. Əslində, burada x də 2 eləyəcək. Çünki 71-ə 71 ilə 71 çıxacaq. Deməli, proses elektroliz zamanı katoddan 2 qram hidrogen ayrılıb gedir. Anoddan da 71 qram xlor ayrılır gedir. Ümumi ayrılıb gedən kütlə nəyə bərabər oldu? 2 ilə 71-in cəmi, yəni 73 qrama. Deməli, 73 qram maddə məhlulu tərk edir. Məhlulumuz da 200 qram idi. Buradan da çıxanda 73 qram, yerdə qalacaq məhlulumuz 127 qram. Məhlulun kütləsi 127 qram eləyəcək, cavab yazıram da 127. Deməli, elektroliz prosesində katodda və anodda ayrılan metallar və ya da qazlar məhluldan ayrılır deyə məhlulun kütləsi də bunların sayəsində azalır. 25-ci misala baxaq. Nömrə 25. Mendeleyev cədvəlindən bir hissə verilib, dövrə cədvəldən daha doğrusu belə də deyə bilərik. Cədvəldən bir hissədə P-nin 15 olduğunu göstəriblər. Onu mən də çəkim burada. Bir dəfə də belə yazaq, görsənsin. Deməli, bunu 4 yerə bölmüşük. 1, əyri olmaz. Yaxşı. 1, 2, bu da olsun 3, 4. Bir də ortadan böldük. Cədvəldən bir hissə. Burada x, burada var. 3 hissəymiş daha da. Sağ tərəfə heç yetəz qalmayacaq. Y burada var. T burada var, Z də burada var. Burada P 15-ci element verilib. Cədvəldən bilirdik ki, bu 15-ci element P yazıram, bax burada fosfor 15,
Təbəqələrə bölsəm bilir 2, 8, 5. Burada 3 təbəqə əmələ gəldisə, o deməkdir ki, bu 3-cü dövr elementləridir. Onda belə çıxır ki, yuxarıdakı dövr 2-ci dövrdür. Və 2-ci, 3-cü dövr elementləri bir-birinin aşağısında, yəni eyni qrupda yerləşənlərin protonlarının sayı bir-birindən 8 vahid fərqlənirdi. Yəni P15-dirsə, P-nin yuxarısında yerləşən bu element nədirsə, o olacaq 8 vahid az, yəni 7. Əgər 7 tapmışamsa, 7-nin sağ tərəfi olacaq 8, sol tərəfi olacaq 6. 6-nın aşağısı 8 vahid çox 14 olacaq, 8-in də aşağısı 8 vahid çox 16 eləyəcək. Artıq buradan bütün elementlərin sıra nömrələrini tapdıq. İndi təkliflərə baxaq. Doğru ifadələri müəyyən edin. X elementinin maksimum və minimum oksidləşmə dərəcələri mütləq qiymətdir, bərabərdir. Maksimum və minimum oksidləşmə dərəcələrinin mütləq qiyməti bərabərdir nə deməkdir? X elementi 6-cı elementi tapmışıq. Olur 2 və 4. X-in maksimum dərəcəsi müsbət 4. Bax, burada gördüyümüzdür. Bəs minimum dərəcəsi neçə elektron ala bilər? Ala bilər 4 elektron. Sonun 8 eləmək üçün demək minimumu da -4-dür. Bunlar mütləq qiymətcə bir-birinə bərabərdir. Yəni modulla bunlar bir-birinə bərabərdirlər. Mütləq qiymət həm də işarəsiz qiymət içində deyə bilərsiniz. 4 ilə 4 eyni rəqəmlərdir. Deməli, bir doğru cavabmış. Y elementinin maksimum valentliyi 6-dır. Y-i tapmışam, bax, burada 8-ci elementdir. 8-ci element eləcək 2 və 6. Sonda 6 elektronu var. Protonlar da 8-dir. Bu element oksigendir. Oksigenin də maksimum valentliyi 6 deyildi. Bu tamamilə səhvdir. Deməli, 2 səhv olacaq. T təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. T 16-cı element tapmışıq. 16-cı element T kükürdür. S. Kükürt təbiətdə həm sərbəst, həm birləşmə halında var. Ona görə 3 də səhvdir. TO2, yəni yenə TS, yəni SO2. Nə soruşur? Çay qumunun tərkibini daxildir. SO2 yox, silisium O2 çay qumunda var. Demək, bu da səhv imiş. 4 də səhvdir. Z təbiətdə yalnız birləşmə şəklində rast gəlinir. Z-i tapmışıq 14. 14-cü element silisiumdur. Silisium təbiətdə yalnız birləşmə şəklində, bu doğrudur. Yayılıb. X maddəsinin Y2 ilə reaksiyasından. X-i tapmışdıq 6-cı elementidir, o karbondur. Y-i də tapmışdıq oksigendir. Bunlar reaksiya daxil olanda CO2 əmələ gətirirlər. Yəni, X, Y2 əmələ gətirirlər. Demək, 6 doğru cavabıymış. Cavab olanda 1, 5, 6. 25-ci suala baxdıq. 26-cı suala baxacaq. Nömrə 26. Hidrogen və karbon qazından ibarət qarışıqda. Hidrogen və karbon qazından ibarət qarışıq imiş. Qarışığa oksigen əlavə etdikdə. Qarışığın orta molyar kütləsi artır. Biz danışmışdıq ki, qarışığa molyar kütləsi böyük olan qaz əlavə edəndə orta molyar kütlə artar. Böyük olan nə deməkdir? Yəni, qarışığın orta molyar kütləsindən böyük. İndi bura oksigen əlavə ediblər. Oksigen 32-dir. Əgər bu qarışığa oksigeni əlavə edəndə orta molyar kütlə artıbsa, onda belə çıxır ki, bu qarışığın orta molyar kütləsi, bax, buradan göstərirəm, M ortası 32-dən kiçiymiş ki, oksigeni əlavə edəndə orta kütlə artıb. 32-dən kiçik hansı rəqəmsi ola bilər? Hansı ifadələri doğrudur? İlkin qarışığın orta molyar kütləsi 36 qram böl mol ola bilər yazıb səhvdir. Çünki biz tapdıq 32-dən aşağı olmalıdır. Bunu çıxdıq. İlkin qarışığın orta molyar kütləsi 32 qram bölünmüş mol olsaydı, azdır deyir. Bu doğrudur. 32 qram bölünmüş moldan azdır. Çünki biz deyə tapmışdıq. 2 doğru cavabdır. Oksigen əlavə etməkdə qarışığın orta molyar kütləsini 40-a çatdırmaq olar. Baxın, orta molyar kütlə qarışıqda 32-dən azdır. 32-dən az bir dənə, məsələ 30 götürdüm.
orta kütləsi 30 olan qazın üzərinə mən oksigen əlavə etsəm, oksigen O2-dir. Bunun da öz emiri 32-dir. Bunlardan yaranan orta qiymət 32-dən böyük ola bilməz axı. Çünki orta qiymət 30-dan 32 arasında yerləşməlidir. Ona görə cavab 40-a çatdırmaq bu tamamilə səhvdir. Oksigendən böyük ola bilməz, çünki digər qaz qarışığı 30-dur. Oksigeni əlavə edəndən sonra alınan qiymət 30-dan 32 arasında qalmalıdır. Yəni 32-dən kiçik 32-yə qədər rəqəm ola bilərdi. O da 40 çatdırmaq mümkün deyil, bu səhv oldu. İlkin qarışığın orta molyar kütləsi 23 qram bölünmüş mol ola bilər. 23 32-dən kiçik rəqəmçisi ola bilər. Cavab olacaq onda 1 və 4. 27-ci misala baxaq, uyğunluqdur. Nömrə 27. Reaksiyalar verilib, onların hansının birləşmə, hansının əvəz etmə, hansının mübadil olduğunu tapmalıyıq. Elə buradan yaza bilərəm. C6H6 benzol xlorla dəmir xlor iştirakında əvəz etməyə gedirdi. Alınırdı C6H5 xlor üstəgəl H xlor. Özdə hidrogenin biri əvəz olunurdu. Bu əvəz etmədir. Demək 2-yə aid olacaq A. C3H4 alkindir. Alkinlər suyu birləşdirir özünə. Olacaq C3H6O. Aldehid ya da keton. Burada C3H4 isə keton olacaq. Bu birləşmədirsə, onda bura aid oldu B1-ə. C2H4 alkindir. Bunlar üçün də birləşmə xarakteridir. Üzərinə H brom gələndə C2H5 brom birləşmədir. Onda C A'ya aid olacaq, 1-ə aid olacaq. HCOH da natrium hidroksid, HCOOH və natrium hidroksid. Bu turşu ilə qələvə arasında gedən reaksiyadır. Olacaq dəyişmə. Yəni mübadilə. HCOO natrium üstə gəlinsin su. Turşu ilə qələvə arasında mübadilə baş verirdi. Onda D mübadiliyə aid olacaq. C6H5NH2 amindir. Aminlər bromla əvəz etməyə gedirdi. Tribrom anilin əmələ gəlirdi. O da olacaq, əvəz etmədirsə, demək 2 aid olacaq, həm də Y. Demək, cavabımız belə oldu. 1, B, C, 2, A, Y, 3 və D olacaq, 3D. Bu 27-ci sualımız. Gəlib çatdıq situasiyanın həllinə. 2020-ci ilin situasiyası. Etan, yəni C2H6. Etilen, yəni C2H4. Və asetilen, yəni C2H2. İbarət qaz qarışığı əvvəlcə içərisində gümüş bir oksidin amoniakdakı məhlulundan keçirildi, buraxıldı. Alkenlər bir də alkinlər içərisində 3 qat rabitəsində hidrogeni olan alkinlər argentimiçondan gedirdi. Yəni, asetilen reaksiya girər. Alkandan alkin bu reaksiya daxil olmayacaq. Həmin o C2H2 argentimiçi oğla reaksiya daxil olanda gümüş hidrogenləri əvəz edirdi. Alınırdı C2, gümüş 2. Özdə bu çöküntü ilə yəqin yadınıza gəlir. Asetilenidlər deyildi bunlara. Üstə gəlinsin su. 3 qat rabitəsində hidrogeni olanlar gedirdi bu reaksiyaya. 3 qatında hidrogeni olmayanlar bu reaksiyalara daxil olmurdular. Alkinləri fərqləndirən üsullardan, reaksiyadan biri də bunlar idi. Demək, reaksiya buraxıldı. Bu zaman X qazı çöküntü əmələ gətirdi. Mənim X qazı C2H2'ymiş. X qazını tapdım. Qalan qaz qarışığını kalium permanganatdan buraxdıqda Y qazı məhlulu rəngsizləşdirdi. Təbii ki, alkenlər kalium permanganatlı suyu rəngsizləşdirəcək. Çünki alkanlar bu reaksiya daxil olmurdu. Onda bu da oldu Y qazı. Yəqin ki, etana da qaldı X qazı. Yox, X yox, üzüllü sayın. Z qazı qaldı. Çünki X əvvəli qeyd eləmişdik. Z qazı məhlulda heç biri ilə reaksiya daxil olmadı. Bəli, Z alkandır, kalium permanganatdan da getməz, argentimiçondan da getməz. Deyir ki, X maddəsinin beynəlxalq nomenklaturaya əsasən adını yazın. Yəni 28-ci sual. X maddəsi C2H2 idisə, adı olacaq etin. Beynəlxalq adda A-nı in eləyirdi. Etin, bunu bildik. 29. Y maddəsinin kalium permanganatın soda məhlulu ilə reaksiyanın təhlilini yazın və əmsallaşdırın. Həm də Y maddəsinin etileni belə yazacağım. CH2, CH2. Məhsulları yaxşı görməkdən ötəri kalium permanganat və su.
Alkenlər kalium permanganatla reaksiya daxil olanda, yəni kalium permanganatlı suyu rəngsizləşdirəndə 2 atomlu spirtə çevrilirdilər. İki qat rabitə harda varsa o qırılırdı, 2 atomlu spirt yaranırdı və əlavə olaraq kalium OH, bir də manqan O2 əmələ gəlirdi. Bu tənliyi əmsallaşdırmaq üçün elektron balansından istifadə etsək daha əlverişli olacaq. Hidrogen müsbət 1, karbon mənfi 2, hidrogen müsbət 1, karbon mənfi 2. Kalium permanganatda da kaliuma qalır müsbət 7. Suyun işimiz yoxdur, yəqin ki dəyişməyəcək. Manqan burada olur müsbət 4, doğru. Qaldı etilen glikol 2 atomlu spirtdəki karbonların dərəcələri. Demək, bu müsbət 1, hidrogeni deyirəm, yaxşı görsənmədi. Müsbət 1, H müsbət 1, oksigen mənfi 2. Müsbət 1 ilə müsbət 1 edir, müsbət 2. Bu da mənfi 2 getdilər. Nə qaldı yerdə? Müsbət 1, müsbət 2 də var, bu indeksini görmədim. 2-ni 1-ə vuranda müsbət 2, bu da 1. Müsbət 3, mənfi 2-dən toplayanda müsbət 3 də mənfi 2, müsbət 1 qalacaq burada mənfi 1. Onda eyni şey bu karbonda aiddir, mənfi 1. İndi dəyişənlər üçün balansı quraq, bunları sildim. Burada 2 var idi. Belə. Deməli, manqan müsbət 7-dən gəlib manqan müsbət 4-ə. Neçə elektron eləyir bu? 3 elektron. Karbon mənfi 2-dən, özü 2 dənə karbon var burada, mənfi 2-dən, yaxşı yazım onu burada. Səliqəsiz yaranmasın. Karbon, 2 mol karbon mənfi 2-dən gəlib 2 mol karbon mənfi 1-ə. Mənfi 2-də mənfi 1-ə edir 1 elektron. İndi əmsalda 2 varsa o da olacaq 2 elektron. Manqanda müsbət 7-dən gəlib olub manqan müsbət 4. Yəni bu da oldu 3 elektron. Yerlərini dəyişdirirəm. 3-ü yuxarı, 2-ni aşağı yazıram. 2 manqan müsbət 4-ün əmsalıdır. Manqan müsbət 4, yəni burada var yazdım 2. 3 də mənfi 1 karbon əmsalı. Burada yazdım 3. Qalanları buna baxıb müvafiq olaraq düzəldirik. Silim də bizə mane olmasın saymağa. Bunu da sildik. Metallardan başlamaq ən yaxşıdır. 2 manqan varsa bura bir 2 yazarıq. 2 kalium varsa burada 2 yazarıq. Metalları düzəltdik. Karbonların sayına baxın buradan. 2 karbonumuz var idi. 3-ə vuranda 6 edirsə burada 3 yazaram. Bu da 6 eləsin. Qaldı sağdakı hidrogenləri ya da oksigenləri yazıb suyu tapmaq. Oksigen tapmaq daha yaxşıdır məncə. 2 oksigen burada var, 4 oksigen burada var, 6. 2 oksigen var, 3-ə də vuranda 6. Cəmi eləyir 12. 12 oksigendən 2, 4-ün 8-i burada var. 12 eləmək üçün burada 2 yazıram. 2, 2-ni 4 eləsin, tənliyi bərabərləşdi. Tənliyi yazın və əmsallaşdırın, əmsallaşdırdıq. Yəqin bir səhv görmədik, səhv eləmədik, doğru olar. Sonra qaldı 30-cu misal. 30-da da deyir ki, 4,48 litr X qazının. X qazı C2H2 tapmışdıq. Onun argentim 2 onun, yəni gümüş 1 oksidin amoniyaktaki reaksiyasından əmələ gəlmişdi. C2 argentim 2 üstə gəlinsin H2O. Tənliyimiz belə idi. Argentim 2-də bu C2 argentim 2-də çöküntü idi. 4,48 litr asetilen verilib, özü isə 22,4-dür. Daxil olanda neçə qram çöküntü əmələ gəlir. Çöküntü x qram yazarım. Bu da olacaq. Gümüş 108-dir, 2-ə vuranda 216. Karbondakı 12-dir, 2-ə vuranda olacaq 24. Hamısı eləyəcək 200. Yorulduq. 240. Altta yazdım 240. Tənasib qurduq. Demək, bu 0,1-in qabağa çəkər. Bunlar gedər, yuxarıda qalar 2. 2-ni 24-də vuranda eləyəcək 48 qram. Argentim 2 əmələ gələcək çöküntü. C2 argentim 2, yəni argentim asitlerini də əmələ gələcək. Bu da oldu 30-un cavabı. Sağlıq olsun, növbəti çox yaxın zamanda 2021-ci ilin model testlərində izah edərik. Bizim izləyicilərimizdən biri xahiş eləmişdi ki, bəs müəllim, mən kanaldan çox test istifadə edirəm. Lövhənin rəngi gözümün
gözümə pis təsir edir falan belə bir şey. Mümkünsə dəyişin. Mən də belə bir rəng seçdim. Bir göy, bir də yaşıl. İndi xahiş edirik bizim izləyicimiz də fikrini bildirsin. Əgər bu rəng gözünüzə uyğundursa, elə bu rəngdə də qalarıq. Bu qədər.